Bugün Nəsimi rayon polis idarəsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq ittihamı ilə həbs olunan 26 yaşlı Yusif Abdullayev haqqında maraqlı faktlar üzə çıxıb. Yeni Sabah məlumat verir ki, o, keçən həftə milyonların şousu verilişində iştirak edib. Yusif Abdullayev verilişə həyat yoldaşı ilə birgə qatılıb və 8000 manat pul mükafatı qazanıb. Sonuncu suala tərəddüdlə yanaşan iştirakçı yarışmadan geri çəkilməyib. Əlavə edək ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Dələduzluq faktı ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir. Dünən saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs, qadın, Astara rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Bu barədə təbib məlumat yayıb. Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin edilib. Müalicəsi reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin edilib. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 6:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.